Qarabağı aldıq deyən Türkiyəlilere səslənirəm. Siz kimsiz? Siz kimsiz ki Qarabağ almısınız, hə? Evində oturup bir lokma çörəyinizi tapırsınız, tapmırsınız. Amma ağzınızı açanda Qarabağ mövzusu olanda Qarabağı aldıq. Qarabağı sən almamısan. Qarabağı azadlığı uğrunda 3000'dən çox şəhidimiz olub. Minlərlə qazimiz olub. Əskərlərimiz savaşıb. Vəzifəsindən asılı olmayaraq, yaşından asılı olmayaraq, potensialdan asılı olmayaraq. Siz kimsiz Qarabağ almısınız? Bəlkə bir Türkiyəli əskər gelib Qarabağa. Bəlkə bir Türkiyəli əskər şəhid olub Qarabağ uğrunda, hə? Bu ixtiyarı, bu haqqı sizə kim verib ki, bu cür ürəklə Qarabağa aldıq? Heç Türkiyə hökuməti, heç Türkiyə dövləti bu qədər ağız dolusu Qarabağa aldıq verdi sözünü demir. Siz kimsiz evinizdə oturursunuz? Kimi PlayStation oynuyor, kimse futbol oynamağa arvadından güclə icazə alır, amma Qarabağı alıb verməkdən danışır. Otur oturduğun yerdə. Həddini bil, yerini bil. O ki qaldı əzizlərim, gəlin buna açıq danışaq. Əgər xatırlayırsınızsa, Qarabağ savaşından öncə dəyərli Səlcuq Bayraktarın bir açıqlaması var idi. Gün gələcək İHA, SİHA'ların ispat olunacağı alandan danışırdı. O alan Qarabağ oldu, bəli. Amma biz axı İHA'ları, SİHA'ları pulsuz almadıq. Biz İsraildən də, biz Türkiyədən də silahların pulunu verib aldıq da. Amma yenə də bugün bir Azərbaycanlı olarak, bir Qarabağlı olarak bizim hər birimizin dəyərlimiz məhz Səlcuq Bayraktarla Erdoğan'dır. Bugün Erdoğan sayesinde Türkiye dünyaya tanınır, ama danışanda Erdoğan'ı bəyənmirsiniz. Siz siyasetin ne olduğunu bilmirsiniz. Atatürk'ü anlamayıb Atatürkçü olan bir düşünce kesimi olan bir çoxları, herkesi şamil eləmirəm. Atatürk'ü anlamayıb Atatürkçü olanlar var ya burada. Boynunun arkasında, kolunda, sinəsində, belinin arkasında her yerde Atatürk'ün yani imzasını atır. Ama sorgu keçirsən ki Atatürk'ün hansı kəlmələri çox dəyərlidir, bir dənsini tapa bilməyəcəklər. Amma xahiş edirəm, Qarabağ mövzusundakı həssasiyyətimizi nəzərə alın. Bizim Türkiyəyə sayğımız, sevgimiz sonsuzdur. Amma bizim olan haqqımızı, bizim öz haqqımızla əldə elədiyimizin üstünə kimsənin qonmasına icazə vermərik.